uşaq universitetə daxil olana qədər onun dalınca qaçır valideyn. Universitetə daxil olandan sonra vəssalam. Halbuki hələ orada təzə başlayır. Bizim universitetlərdə vəziyyət necədir? Bir ondan maraqlansınlar. Mən sizə əmin edirəm ki, bəlkə də heç 1-2% valideyn tapılmaz ki, getsin universitetdə maraqlansın, görüm hələ bunun dərsləri nə səviyyədədir. Mənim müşahidəmə görə ali məktəb, özü də hələ özəl ali məktəblərdən söhbət gedir, adi bir kurs səviyyəsindədir. Bir də nə? Dosent yoxdur, professor heyəti yoxdur, tədqiqat yoxdur. Özəl universitetlərdən birinin elmi jurnalı beynəlxalq yerlərdə xüsusi yer tutur. O elmi tədqiqat jurnalına Azərbaycandan məqalə verən yoxdur. Qonşu ölkələrdən məqalə verirlər pulla, ödənişli. Bunlar sadəcə pul qazanırlar. Universitet olub pul qazanmaq mərkəzi. Ayıb deyə, universitet bütün ölkələrdə ölkənin inkişafının əsas qaynaqlarından biridir.